Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bəzi falçıların, nömrə ilə hoqqa verənlərin psixoloq kimi qələmə verildiyi bir dövrdəyik. Sanki sosial kütlən çoxdursa, biz o da yəni güclü mütəxəssis kimi tanınırsan. Rəşdə xanım, Azərbaycanda ilk neyropedaqoq və neyropsixoloq təlimi almış bir mütəxəssis kimi. Bəzi psixoloqların yanlış yönləndirmələri hansı fəsadlara səbəb olur? Bir psixoloqun yanlış yönləndirməsi bir insanın, bir pasiyentin intihara qədər aparacaq yolu ola bilər. Yəni bundan təhlükəli heç bir şey yəqin ki yoxdur. Yəni biraz da yükləyir, belə başa düşdüm. Bəli, bəli. Təbii ki, mütəxəssisi seçdiyimiz zaman mütləq ki, daha dərindən araşdırmalı və onun həqiqi mütəxəssis olub-olmadığını da öyrənmək lazımdır. Rəşdə xanım, sizcə ən çox problem seansa gələndəmi olur, yoxsa onu gətirəndəmi? Bir uşaqdan əgər danışırıqsa, bir yeniyetmədən danışırıqsa, onu formalaşdıran, onun birinci tanıdığı, yəni ailə tərkibidir. Ana və atadan qaynaqlanan bir uşaq ortaya çıxıb. Təbii ki, yəni çox təəssüflər olsun ki, bunu deyək, amma müəyyən məsələlərdə bəli, yəni seansa gətirəndə də səbəblər çox olur. Yəni ailə cütlər gəldikdə bəzən bir qadın kişini məcburən gətirir psixoloji seansa və yaxud da kişilər bunun problemi var, aparın psixoloq yanına deyərəkdən gətirirlər və nəticə olaraq baxırsan ki, əslində bir-birlərinə anlaşılmamazlıqları, bir-birlərini nəticə olaraq başa düşməməkləri və daxili münasibətlərini düzgün tuta bilməmələrinin sonudur, nəticəsi budur. Rəşdə xanım, artıq bir neçə ildir öz övladımı sizə oxu tədris mərkəzinə etibar etmişəm və bir valideyn kimi bilmək istəyirəm ki, daha çox mənim kimi, yəni öz övladlarımı sizə etibar edənlər çoxdur, yoxsa yetişkinlər də müraciət edir? Daha çox müraciətlər uşaqlar və yeniyetmələr üzərindədir. Məsələn, məktəb yoldaşları ilə arasında bullyingə məruz qalan uşaqlarımız çoxdur. Daha sonra intihar təhlükəsi ilə üzləşən yeniyetmələrimiz var hal-hazırda. Özgüvənsizlik problemləri, həyəcan və təşviş problemləri, diqqət əksikliyi, hiperaktiv pozuntu üzərindən işləyəndə artıq bizim neyropedaqoji təlimimiz olan ontogenez təlimindən bərabər çalışır. Ontogenez nədir? Ontogenez sadəcə oyun kimi görünər, amma əslində sırf beynin yatmış hissəciklərinin oyanışı və onların yenidən bərpa olunması. Ontogenez sanki bir ana bətnində olacaq bir uşağın hansı ki zədə almış və yaxud da pasiv olacaq neyronlarını daha da aktivləşdirmək üçün xüsusi təlim metodudur. Hansı ki onda tətbiq eləməklə bir çox uşaqlarda, məsələn diqqət əksikliyi olan uşaqlarda, eyni zamanda xüsusi qayğıya ehtiyacı olacaq, məsələn autizm spektr pozuntusu olan uşaqlarımıza çox ciddi təsir göstərir. Diqqət əksikliyi, hiperaktiv pozuntu olan uşaqlara, həyəcan təşviş problemi, eyni zamanda nevroz problemi olan uşaqlarımızda hansı ki tıklar dəhşətli dərəcədə çoxdur. Hal-hazırdakı məsələn yüksək nəticələrimizdən də biri məhz budur. Ontogenezi tətbiq etməklə artıq 3-cü seansda uşaqda olacaq tıkların aradan qaldırılması nəticəsi görünüb. Rəşdə xanım, uzun sözün qısası sizin üslubunuzun fərqi nədir? Biz çalışırıq ki, yəni hər bir psixoloji seans. Çox üzr istəyirəm. Yəni bir seansı bir neçə il uzadanlardansınız, yoxsa yəni bu konkret? Bəli, bununla bağlı bir çox müraciətlərimiz olub. Məsələn, bir çox valideynlər bildiriblər ki, uşağı psixoloqa aparmışam, 2 ildir psixoloq yanındadır. Amma nəticə olaraq sual veririk ki, yəni nəyin üzərində çalışır psixoloq? Yəni bunun haqqda valideynin heç bir məlumatı olmur. Yəni yalnız otağa girir və otaqdan çıxır uşaq. Yəni uşaq olsun, yeniyetmə olsun fərqi yoxdur da. Yəni daha çox valideynin öhdəliyində olanlardan söhbət gedir. O yüzden də yəni bizdəki özəlliklərdən də biri hər bir seans haqqında mütləq valideyn məlumatlı olmalıdır. Çünki orada gedən proseslər, orada baş verən hallar, uşağın məsələn hansı travmasının üzərində işlədik və yaxud da özgüvənini formalaşdıra bilirikmi və yaxud da sosiallığını aradan qaldıra bilirikmi? Bəzən ev tapşırıqları verilir. Eyni zamanda nəinki valideyn, həm də onun sosial mühiti ilə də əlaqə saxlayırıq. Məsələn, məktəb müəllimləri ilə əlaqə saxlayırıq ki, uşağın bullyingə məruz qalmalar halları varmı sinifdə? Yəni çünki adətən özgüvənsiz, asosial uşaqlarda yəni bu problemlər baş verir. İndi burada bir qeyd edeyim mən. Valideyn münasibətləri deyərkən qışqıran, bağıran övladlar niyə qışqırırlar? Bir də tam əksi var. Asosial, içinə qapanıb, dünyasını içində yaşayanlar, yəni çölə fikrini, sözünü, istəklərini bildirə bilməyən övladlar. Bu nəzərdə tutulur. Təlimən, bir də burada doktor Fərhad Aslandan gələn bir gözəl bir sözü bildirmək istəyirəm. Yəni əslində bizi biz edən elə bizim travmalarımızdır. O yüzden də bəzən travmanı oyatmaqdansa səni formalaşdıran həmin o keçmişinə bir təşəkkür etməyin gərəklidir. Şəkillərdən və rəsmlərdən gördüyünüz kimi biz çox-çox mütəxəssislərlə
Yəni qlobalda olan mütəxəssislərlə, Google-un ikinci, üçüncü CEO-ları ilə çalışmış mütəxəssislərlə dərs almışıq, ailəvi dostlarımızdır. Yəni dəyərli izləyicilər, Allah şahiddir ki, yəni mən bura gəlmək üçün, bu videonu paylaşmaq, bu söhbət üçün heç bir məvacib filan almamışam. Sadəcə olaraq həqiqətən istəyirəm ki, doğru yönələsiniz. Yəni doğru mütəxəssisləri tanıyasınız. Çünki mən öz evladım da 2-3 ildir burdadır. Rəşdə xanımı da tanıyıram, Talih müəllimi də tanıyıram. Artıq ailəvi də dost olmuşuq. İstəyirəm ki, həm sizə, həm də cəmiyyətə faydalı şəxslərə yönələsiniz. Sadəcə olaraq adı psixoloq olan psixlərə deyil.